Verilmiş cümlələri qarşısında rəqəm yazılmış hansı abzasın sonunu artırmaqla mətni genişləndirmək mümkündür? Arvadın adəti idi. Özü çağırmamış, heç kəs cəsarət edib icazəsiz onun otağına girə bilməzdi. O handa da yanında oturmaq ola. Deməli, biz bu cümləni birinci abzasın sonuna artıra bilərik. Deməli, deyir ki, Şəmiddin ağa atı birbaş qardaşı ilə sürdü. Atı talvarın altındakı dirəyə bağladı. Pillələri qalxıb birbaş anasının otağına keçdi. Güllü xanım içərisi başdan başa gəbə ilə döşənmiş evin yuxarı başında oturub yastığa dirsəklənmişdi. Qabağında çay vardı. Dəmir soba gürhagürlə yanırdı. Şəmiddin ağa qapının ağzında bir az ayaq saxladı. Sonra ürkək addımlarla anasına yaxınlaşdı. 30-luq çırağın işığında sifəti aydın görünən anasının gözlərindəki qəzəb qarışıq suala fikir vermədən qarşısında diz çöküb əlindən öpdü. Arvad da oğlunun alnından. Şəmiddin ağa xeyli beləcə anasının önündə dizi üstə qaldı və yalnız o işarə edəndən sonra böyründə bardaş qurub oturdu. Bunun arxasınca isə deyirik, arvadın adəti idi. Özü çağırmamış heç kəs cəsarət edib icazəsiz onun otağına girə bilməzdi. O handa da yanında oturmaq olar. Demək, burada yanında oturmaq var. Burada isə deyir ki, işarə edəndən sonra böyründə bardaş qurub oturdu. Yəni, ikinci, üçüncü, dördüncü rəqəmlər, yəni yazılmış abzasların sonuna verilmiş cümləni artıra bilmərik. Ona görə də sualımızın düzgün cavabı A bəndi olacaq. Biri Güllü xanıma aid edilə bilməz. A bəndi. Zəhimli, sərt xarakterli qadındır. Bəli, biz bunu həm oğlu ilə münasibətində, həm də gəlini ilə münasibətində görürük. B bəndi. Ənənələrə və öz kökünə bağlı ailə qadınıdır. Bəli, Şəmiddin ağa ilə münasibətində biz bunu görürük. C bəndi. Oğlu bəd xəbərlə gəldiyinə görə acıqlanır və onu danlayır. Xeyr, bu xəbəri təmkinlə qarşılayır. D bəndi. Evdə söz sahibi olmaqla yanaşı təcrübəli qadındır. Bəli, deməli, sualımızın düzgün cavabı C bəndi olacaq. Altından xətt çəkilmiş ifadələrdən birində məcazilik yoxdur. Deməli, A bəndində ürkək addım. Təbii ki, addım ürkək ola bilməz. Bu məcazilikdir. B bəndi fikir götürmək. Təbii ki, frazeoloji birləşmədir, məcazilikdir. C bəndi başına iş gəlmək. Burada da məcazilik vardır. Ancaq dəmir soba birləşməsində isə məcazilik yoxdur. Yəni, sobanın, peçin, dəmirdən olması normal, təbii bir haldır. Ona görə də sualımızın düzgün cavabı D bəndi olacaq. Hansı cümlədəki tutulmaq sözü çərçivədə verilmiş tutulmaq sözü ilə eyni mənanı ifadə edir? Deməli, deyir ki, arvadın qaş qabağı bulud kimi tutulmuşdu. Deməli, biz buradakı tutulmaq sözünün ifadə, yəni bu cümlədəki ifadə etdiyi mənanı müəyyən etməliyik. Tutulmaq sözünün və ona uyğun işləndiyi cümləni tapmalıyıq. Deməli, A bəndi. Zahidoğlu oğlundan bu qəmli sözləri eşidərkən bərk tutuldu. Deməli, burada arvadın qaşqabağı bulud kimi tutulmuşdu. Yəni, doluqsunmaqdan söhbət gedir. Ağlanacaq vəziyyətə, yəni elə bir ki, insanın ağlanacaq vəziyyətə gəlməsindən söhbət gedir. A bəndində də Zahidoğlu oğlundan bu qəmli sözləri eşidərkən bərk tutuldu. Deməli, oğlundan qəmli sözlər eşidir və bərk tutulur. Yəni, doluqsunur mənasındadır. Göründüyü kimi, hər ikisi eyni mənaya gəlir. Digərlərinə baxaq, B bəndi. Xəstəliyə tutulmuş uşaqlar tezliklə sağaldılar. Xəstəliyə tutulmaqla, deməli, verilmiş mətndəki tutulmaq sözünün hər hansı bir oxşarlığı yoxdur. C bəndi. Günəş tutulması ayın günəş ilə yer arasından keçərək günəşi qismən və ya tam örtməsidir. Yəni, günəşin tutulması ilə verilmən tutulmağın təbii ki, əlaqəsi yoxdur. D bəndi. Soyuqda çox qaldığım üçün boğazım tutulmuşdu. Bu tutulmaqda təbii ki, kontekstdəki tutulmaq sözü ilə eyni mənanı ifadə etmir. Ona görə də sualımızın düzgün cavabı A bəndi olacaq. Mətnə əsasən cədvəli doldurun. Göründüyü kimi bizə səbəb-nəticə cədvəlinin nəticə hissəsi verilmişdir. Şəmiddin ağa vahimələndi. Deməli, mətndə Şəmiddin ağanın vahimələnməsi hissəsinə deməli, nəzər yetirək. Deməli, deyir ki, nə olub, bu gecə vaxtı gəlməyin xeyirdirmi? Arvadın zəhmli səzi fikir götürmüş Şəmiddin ağanı diksindirdi, yəni vahimələndirdi. Yox, ay ana, xeyir deyil, başımıza iş gəlib, yanına məsləhətə gəlmişəm. Nə iş?
Arvadın təəccüb və təşviş dolu bu sualı verməyi ilə dirçəlməsi və yanındakı Əsanı əlinə almağı bir oldu. Şəmüddin ağa vahimələndi. Ona elə gəldi ki, anası uşaq vaxtlarında olduğu kimi onu döyəcək. Deməli, verilən cavablardan görək, səbəb olaraq nəyi müəyyən edə bilərik? A bəndi, Şəmüddin ağa pillələri qalxıb birbaş anasının otağına keçdi. Yəni, bu hadisədən sonra Şəmüddin ağanın vahimələnməsindən söhbət getmir. Təbii ki, bu səbəb ola bilməz. Və bəndi, Güllü xanım yerindən dirçəldi və yanındakı Əsanı əlinə aldı. Bəli, deməli, oxuduğumuz kimi, arvadın təəccüb və təşviş dolu bu sual verməyi ilə dirçəlməsi və yanındakı Əsanı əlinə almağı bir oldu. Deməli, dirçəlməsi və yanındakı Əsanı əlinə almağı bir oldu. Və nəticədən Şəmüddin ağa vahimələndi. Cəbəndi, Güllü xanım tərs səs və zəhmlə qapıya baxdı. Deməli, bir abzas yuxarı qalxırıq, yəni qarşısında 3 yazılan abzasa nəzər yetiririk. Deyək ki, qapı azacıq aralandı. Güllü xanım tərs-tərs zəhmlə necə baxdısa, gəlin gəlməyinə peşman oldu. Deməli, Güllü xanımın tərs-tərs zəhmlə baxması gəlinin gəlməyinə peşman olması ilə nəticələnir. Amma Şəmüddin ağanın vahimələnməsindən burada söhbət getmir. Deməlidir. Bunun arxasına gəlir və kölgə kimi yox oldu. Şəmüddin ağa başa düşdü ki, anası hisslidir. Nəyə acıqlanıb? Bəlkə də onun çağırılmamış gəlməyinə qəzəblənir. Bəlkə ürəyinə nəsə damıb, arvadın qaşqabağı bulud kimi tutulmuşdu. Özü yağıb boşanmasa ona toxunmaq olmazdı. Nəhayət Güllü xanım özünü hərləyib oğlunun üzünə baxdı. Göründü ki, yəni bu verilən nəticənin cəbəndə verilən səbəblə əlaqəsi yoxdur. Debəndi, Güllü xanım yerini döşəkçənin üstündə rahatlayıb yenidən yastığa dirsəkləndi. Bu da mətnin nəticə hissəsidir. Güllü xanım elə bil sakitləşdi. Yerini döşəkçənin üstündə rahatlayıb yenidən yastığa dirsəkləndi. Görünür ki, verilən nəticə bundan əvvələ aiddir. Ona görə də bu səbəb təbii ki, ola bilməz. Deməli, sualımızın düzgün cavabı B bəndi olacaq. Mətnin məzmununa əsasən nöqtələrin yerinə cavab kağızına uyğun ifadə yazmaqla cümləni tamamlayın. Deməli, gəlin ikinci abzası oxuyaq. Otağa sükut çökdü. Gürhagürlə yanan dəmir sobadakı odunların çatırtısı daha aydın eşidilməyə başladı. Güllü xanım başını qaldırıb oğlunun üzünə baxmadan asta-asta çayını içdi və yəqin etdi ki, oğlu onun yanına boş-boşuna gəlməyib. Deməli, gəlməyib sözünə oxşar və eyni zamanda bu sözü yazmaqla sualımızı düzgün cavablandıra bilərik. Hansı cümlədə fərqləndirilmiş söz termindir? A bəndi. Molla Vəli Vidadinin gəl çəkmə cahan qeydini sən, can belə qalmaz müsəddəsində belə qalmaz ifadəsi rədifdir. Deməli, bəli, burada rədif sözü termin kimi işlənmişdir. B bəndi. Övladını qorumağa çalışan ana daldalanmaq üçün bir bucaq axtarırdı. Deməli, bucaq sözünün termin mənası var. Amma burada bucaq sözü termin kimi işlənməmişdir. Yəni, burada bir künc, bir daldalanacaqdan söhbət gedir. Ona görə də bucaq burada termin ola bilməz. C bəndi. Belə dəhşətli xəbəri şaha deməyə nə ehtiyac var idi? Burada xəbəri sözünün altından xətt çəkilmişdir. Xəbər sözü termin kimi işlənə bilən sözdür. Amma bu nümunədə termin kimi işlənməmişdir. Yəni, cümlə üzrə olan xəbərdən danışarıqsa, o vaxtda termin olardı. Deməli, mərdlik insana yaraşan ən gözəl sifətlərdən biridir. Sifət sözü də termin ola bilər. Amma burada təbii ki, sifət sözü termin kimi işlənməmişdir. Deməli, sualımızın düzgün cavabı A bəndi olacaq. Müəllimin xoş sözləri şagirdə mənəvi cəhətdən dayaq durdu cümləsindəki frazeoloji birləşmənin sinonimi hansı cümlədə işlənmişdir? Deməli, cümlədəki frazeoloji birləşmə dayaq durmaqdır. Bunun sinonimi işlənmiş cümləni tapmalıyıq. A bəndi. O, qonşusuna alış-verişdə kömək etdi. Dayaq durmağın mənası kömək etmək ola bilər. Amma bizə frazeoloji sinonim deyir. Deməli, hər iki birləşmə frazeoloji birləşmə olmalıdır. Kömək etmək frazeoloji birləşmə deyil. Ona görə A bəndi düzgün cavab ola bilməz. B bəndi. Dövlət yaşlı və tənha insanlara sosial qayğı göstərir. Dayaq durmaq, qayğı göstərmək. Bəli, bu deməli, bir-birlə frazeoloji sinonim olan nümunələrdir. C bəndi. Xilasetmə qrupu kənd sakinlərinə təhlükəsiz yerlərə köçməkdə yardım etdi. Yenə də kömək etmək, yardım etmək, bunların heç biri frazeoloji birləşmə deyil. D bəndi. Uşaq yıxılmasın deyə atası ona əlini uzatdı. Deməli, dayaq durmağın əlini uzatmaq
frazeoloji sinonimi ilə yaxın mənalığı olar. Amma burada əlini uzatmaq həqiqi mənada işlənir. Yəni bu frazeoloji birləşmə deyil. Ona görə D bəndi də düzgün cavab ola bilməz. Göründüyü kimi sualımızın düzgün cavabı B bəndi olacaq. Hansı cümlədə fərqləndirilmiş sözün tələffüzü yanlışdır? A bəndi. Gözlənilməz sonluqla bitən hekayə novella adlanır. Bəli, bu söz novella şəklində yazılır, novella şəklində tələffüz olunur. B bəndi. Rusiya Federasiyasının paytaxtı Moskva şəhəridir. Bəli, Moskva yazılır, Moskva deyilir. Bu da doğrudur. C bəndi. Çox dil bilən insana poliglot deyirlər. Bəli, poliglot yazılır, poliglot deyilir. Süleyman Rəhimov aynalı povestini Qaçaq Nəbiyə həsr etmişdir. Deməli, burada povest sözünün tələffüzü yanlış verilmişdir. Bu sözün elə tələffüzü də povest şəklindədir. Deməli, D bəndində povest sözü, yəni povest sözünün povest şəklində tələffüzü yanlışdır. Ona görə də sualımızın düzgün cavabı D bəndi olacaq. Biri, Rəcəbin siması və qocaqlığı sonanın xoşuna gəlirdi cümləsində altına xətt çəkilmiş sözün sinonimi deyil. Deməli, altına xətt çəkilmiş sözümüz qoçaqlığı sözdür. Biz bu sözü görək hansı sözlə əvəz edə bilmərik. Rəcəbin siması və igidliyi sonanın xoşuna gəlirdi. Siması və cəsurluğu sonanın xoşuna gəlirdi. Siması və qəhrəmanlığı sonanın xoşuna gəlirdi. Bunlarda gördüyümüz kimi hər hansı bir problem yoxdur. Ancaq Rəcəbin siması və dikbaşlığı sonanın xoşuna gəlirdi dediyimiz zaman görürük ki, dikbaşlıq sözü qoçaqlıq sözünü əvəz edə bilmir. Yəni bu sözün sinonimi deyil. Ona görə də sualımızın düzgün cavabı D bəndi olacaq. Hansı bənddə fərqləndirilmiş sözlər bir-birlə münasibətdə antonimdir? A bəndi. Yalan müvəqqətidir, doğruluqsa daimidir. Müvəqqəti, daimi. Görünür ki, bu sözlər bir-birlə münasibətdə antonimdir. B bəndi. Oxudun və ya oxumadın nəticəsini özün görəcəksən. Oxudun, oxumadın. Bu eyni sözün inkarıdır. Təbii ki, burada antonimlikdən söhbət getmir. C bəndi. Vəfalı insanların çoxu bivəfa insanlardan şikayət edir. Burada şəkilçilərin antonimliyi var. Amma köklər eyni olduğu üçün təbii ki, bunlar da antonim sayılmaz. D bəndi. Səbir zəhər kimi acı olsa da nəticəsi şirindir. Zəhər nitq hissəsi olaraq isimdir. Şirin isə sifətdir. Biz bilirik ki, antonimlik təşkil edən sözlər eyni nitq hissəsinə aid olur. Ona görə də zəhər sözlə şirin sözü antonim ola bilməz. Ona görə sualımızın düzgün cavabı A bəndi olacaq. Verilmiş bəndin neçənci misralarında ahəng qanuna tabi olmayan söz işlənmişdir? Yaz gələndə qışın ömrü pozular. Göründüyü kimi bu misrada deməli ahəng qanunu pozulan söz yoxdur. İkinci misra. Dağ döşünə seyrə çıxar quzular. Burada da yoxdur. Üçüncü misra. Hələ dayan, şairin çox sözü var. Şair sözündə ahəng qanunu pozulmuşdur. Deməli, burada var. Dördüncü misra. Ana yurdun sənətkarı məndədir. Sənətkar sözdə ahəng qanuna tabi deyil. Deməli, düzgün cavabımız üçüncü və dördüncü misralar olacaq ki, bu da D bəndində verilmişdir. Bu istedadlı bəstəkar eyni zamanda bizim diqqətimizi bir yazıcı, dramaturq kimi cəlb edir cümləsindəki hansı söz fitri qabiliyyəti olan talantlı mənasındadır. Deməli, burada talantlı sözü sifətdir. Bəstəkar təbii ki, bununla yaxın mənalı ola bilməz. Cəlb etmək fiildir, əlaqə yoxdur. Yazıcı isimdir, əlaqə yoxdur. Qaldı bir dənə istedadlı sözü. Deməli, bu istedadlı bəstəkar, bu talantlı bəstəkar, bu fitri qabiliyyəti olan bəstəkar eyni zamanda bizim diqqətimizi bir yazıcı, dramaturq kimi cəlb edir. Deməli, verilən izah istedadlı sözünə aiddir. Ona görə sualımızın düzgün cavabı B bəndi olacaq. Hansı sözün tələffüz şəkli yanlış verilmişdir? A bəndi. Deməli, zambaq sözünün tələffüzü zambaq olur. Bu doğrudur. B bəndi. Şaftalı sözünün tələffüzü şaftalı şəklində olmalıdır. Burada deməli tələffüz yox, düzgün yazılış verilibdir. Ona görə B yanlış olacaqdır. C bəndində döyüşkən sözünün döyüşkən şəklində tələffüzü verilib. Düzgündür. D bəndində isə bucaq ölçən sözü bucaq ölçən şəklində tələffüz olunur ki, bu da doğrudur. Deməli, sualımızın düzgün cavabı B bəndi olacaq.
Hansı cümlədəki kök sözü ağacın kökü birləşməsindəki kök sözü ilə amonimlik təşkil edir? Deməli, A bəndi. Problemi həll etmək üçün əvvəlcə məsələnin kökünü anlamaq lazımdır. Ağacın kökü ilə məsələnin kökü. Məsələnin kökü məcazi olduğuna görə deməli ki, bu amonim yox, çox mənalılıq əmələ gətirir. B bəndi. Sən məni bu işdən xilas eləsən, mən sənə hələ bir kök toğlu da bağışlaram. Deməli, ağacın kökündəki kök və kök toğlu. Göründü ki, mənalar tamamilə fərqlidir. Ona görə bunlar amonim olacaq. Eyni zamanda ağacın kökündəki kök sözü nitq hissəsi olaraq isimdir. Buradakı kök isə sifətdir. Bilirik ki, amonimlər müxtəlif nitq hissəsinə aid ola bilər, amma çox mənalı sözlər yalnız eyni bir nitq hissəsinə aid olur. C bəndi. Onlar eyni kökə mənsub olan böyük bir nəsildir. İnsanın kökündən söhbət gedir, nəslindən söhbət gedir. Təbii ki, bu da çox mənalılıq meydana çıxardır. D bəndə. Ot bitər kök üstə əsli nə isə yovşan bəsləməklə çəmənzər olmaz. Yəni, otun kökü və ya ağacın kökü bu eyni mənadır. Təbii ki, bu da amonimlik ola bilməz. Deməli, sualımızın düzgün cavabı B bəndi olacaq. Verilmiş nümunədəki yatmaq sözünün ifadə etdiyi mənanı müəyyən edin. Toplar güruldadı, saraylar yatdı. Bunları insanın əli yaratdı. Deməli, topların güruldaması nəticəsində sarayların yatması, yəni sarayların dağılmasından söhbət gedir. Deməli, buradakı yatmaq sözü uçmaq, süqut etmək, dağılmaq mənasında işlənmişdir. Ona görə də sualımızın düzgün cavabı A bəndi olacaq. Hansı cümlədəki fərqləndirilmiş söz həqiqi mənadadır? A bəndi. Günəş uca dağların arxasından yenicə boylanmışdır. Günəşin boylanması təbii ki, məcaz mənadır. B bəndi. Birdən-birə məndə bağçaya baxmaq həvəsi oyandı. İnsanda həvəsin oyanması təbii ki, bu da məcaz mənadır. C bəndi. Ata mehribanlıqla övladının başını əlləri ilə oxşadı. Yəni, burada sığal çəkməkdən söhbət gedir. Bu həqiqi mənadadır. D bəndi. Tahir pərtliyini gizlədə bilməyib onun üstünə bozardı. Burada bozarmaq məcaz mənadır. Deməli, sualımızın düzgün cavabı C bəndi olacaq. O məni gördü, lakin görüşmədi cümləsindəki hansı söz leksik mənaya malik deyil? Bilirik ki, hər hansı bir söz bir məna ifadə eləyirsə və suala cavab verirsə, bu söz leksik mənaya malikdir. Bir məna ifadə etməyən, leksik mənaya malik olmayan sözlər isə köməkçi hissələrdə onlarda yalnız qrammatik məna olur. Deməli, o əvəzlikdir, leksik mənaya malikdir. Cavablarımızda da o verilməmişdir. Mən sözü kim sualına cavab verir və leksik məna ifadə edir. Deməli, burada görürük ki, leksik məna var. B bəndində görmək sözü var. Görmək, nə etmək sualına cavab verir və bir məna ifadə edir. Deməli, bu da leksik mənaya malikdir. Görüşməmək, yenə nə etmək və nə etməmək deyək, suala cavab verdi. Bu da deməli leksik mənaya malikdir. Lakin sözünə isə biz sual verə bilmirik və eyni zamanda lakin sözünün hər hansı bir məna ifadə etmədiyini də görürük. Deməli, bu söz yalnız qrammatik mənaya malikdir. Ona görə də sualımızın düzgün cavabı C bəndi olacaq. Verilmiş ifadələrdən hansında tünd hərflərlə verilmiş sözün son samiti cingilti tələffüz olunur? Seçiminizi cavab kağızına yazın. Deməli, bizim qaydamız var. B, D, G, C. Deməli, əgər bu samitlərlə bitən sözlərdən sonra saitlə başlanan şəkilçi və ya söz gələrsə, bunlar olduğu kimi tələffüz olunacaq. Yəni, B, D, G və C kimi tələffüz olunacaq. Təbii ki, söz sonundakı samitdən danışırıq. Yox, əgər samitlə başlanan şəkilçi və ya söz gələrsə, bunlar kar tələffüz olunacaq. Həmçinin ki samitindən sonra samitlə başlanan şəkilçi və ya söz gələrsə, ki samiti tələffüz olunacaq. Xışdır kimi, yəni kar tələffüz olunacaqdır. Yox, əgər ki-dan sonra saitlə başlanan söz gələrsə, ki samiti y kimi tələffüz olunacaq. Deməli, ocaq qalamaq nümunəsində q samitindən sonra gəlibdir, deməli, samit. Ona görə burada ocaq sözü ocaq şəklində tələffüz olunacaq. Qılınc oynatmaqda qılınc sözündən sonra sait gəlibdir. Deməli, bu tələffüz olunacaq qılınc şəklində. Çiyələk yemək nümunəsində isə ki samitindən sonra gəlibdir, y samiti. Deməli, çiyələk sözü çiyələk şəklində
tələffüz olunacaq. Bizə dedi ki, deməli, verilmiş sözün son samiti cingiltili tələffüz olunacaq. Deməli, x kardır, ola bilməz. Çiyələk sözündəki x-x səsi kardır, ola bilməz. Deməli, düzgün cavabımız olacaq qılınc oynatmaqdakı qılınc sözü. Biz, deməli, qılınc oynatmaq nümunəsini və ya sadəcə 2-ni cavab kağızına yazmalıyıq. Biri yarasalara aid edilə bilməz. A bəndi. Onlara gecə quşu da deyirlər. Bəli, deyir ki, xalq arasında onlara gecə quşu da deyirlər. B bəndi. Xırda cücülərlə qidalanırlar. Bəli, deyir ki, xırda cücüləri ovlayırlar. C bəndi. Güclü görmə qabiliyyətinə malikdirlər. Xeyr. Biz dedik ki, onların deməli qarşısındakı maneəni deməli dəf etməsi onların ultra səslər çıxarması ilə bağlıdır. Deməli, deyir ki, sən demə, yarasalar uçarkən ultra səslər çıxarırlar. Və bunun nəticəsindəki qarşısındakı obyektin cücü yoxsa başqa bir obyekt olduğunu müəyyən edirlər. D bəndi. Tez-tez qanad çalmalarına baxmayaraq havada səssiz, səmirsiz hərlənirlər. Bəli, bu da deməli mətnin giriş hissəsində var. Onlar tez-tez qanad çalaraq havada səssiz, səmirsiz hərlənirlər cümləsinə yer verilmişdir. Deməli, sualımızın düzgün cavabı C bəndi olacaq. Mətndə hansı suala cavab yoxdur? A bəndi. Ölkəmizdə yarasanın neçə növü məlumdur? Nəticə hissəsində yazılıb ki, ölkəmizdə yarasaların 24 növü məlumdur. Bu düzgündür. B bəndi. Yarasalar nə səbəbə mühafizə olunur? Bu sualında cavab var. Deyir ki, yarasa meşə və kənd təsərrüfatı zərərvericilərini məhv etdiyi üçün xeyirli heyvan sayılır və mühafizə olunur. C bəndi. Yarasalar qarşısındakının maneə yoxsa ov olduğunu necə müəyyən edirlər? Biz bunu mətnin əsas hissəsindən müəyyən edə bilərik. Deməli, deyir ki, sən demə, yarasalar uçarkən ultra səslər çıxarırlar. Əgər qarşıda bir maneə yaxud cücü varsa, ultra səs onda əks olunur. Bunun yarasanın xüsusi orqanı qəbul edir və heyvan qarşısındakı hərəkət etməyin maneənin yanından ötüb keçir. Yox, əgər cücüdürsə, üstünə cumub onu elə havada uça-uça tutur. Deməli, ultra səslə bunu müəyyən edə bilirlər. Deməli, yarasaları qorumaq üçün dövlətlər hansı addımları atmışdır? Burada sadəcə olaraq yarasaların qorunmasından və mühafizə edilməsindən söhbət gedir. Amma hansı addımları atmasından söhbət getmir. Ona görə də sualımızın düzgün cavabı D bəndidir. Yarasaların hansı xüsusiyyətindən ilham alan insanlar onu gəmilərdə tətbiq ediblər? A bəndi. Yarasaların qaranlıq yerlərdə başlı aşağı aslı vəziyyətdə qalmasından. Xeyr. B bəndi. Yarasaların uçarkən ultra səslər çıxararaq qarşısındakı obyekti müəyyən edə bilməsindən. Bəli. Deməli, deyir ki, sən demə, yarasalar uçarkən ultra səslər çıxarırlar. Əgər qarşıda bir maneə yaxud cücü varsa, ultra səs ondan əks olunur. Bunu yarasanın xüsusi orqanı qəbul edir və heyvan qarşısındakı hərəkət etməyən maneənin yanından ötüb keçir. Yox, əgər cücüdürsə, üstünə cumub onu elə havada uça-uça tutur. Müasir gəmilərdə elə bu qayda ilə işləyən bir cihaz var. Həmin cihaz qatı dumanda da qayanı, aysberqi, buzdağını və ya başqa təhlükəni aşkar etməyə imkan verir. C bəndi. Yarasaların tez-tez qanad çalaraq havada səssiz, səmirsiz hərlənməsindən təbii ki, bir mətndə bunun hər hansı bir sahədə tətbiqindən söhbət getmədi. D bəndi. Yarasaların gündüzlər pasiv həyat keçirməsi təbii ki, düzgün cavab ola bilməz. Deməli, sualımızın düzgün cavabı B bəndi olacaq. Tünd hərflərlə verilmiş hansı ifadədə məcazilik var? Deməli, A bəndində qanad çalmaq ifadəsinə yer verilmişdir. Bəli, burada məcazilik vardır. B bəndi həmin cihaz məcazilik yoxdur. C bəndi mühafizə olunmaq məcazilik yoxdur. D bəndi otağa buraxmaq məcazilik yoxdur. Deməli, sualımızın düzgün cavabı A bəndi olacaq. Verilmiş məlumatlardan hansına mətnin həm giriş, həm əsas, həm də nəticə hissəsində rast gəlinir? A bəndi. Yarasalar uçarkən ultra səslər çıxarırlar. Görünür ki, mətnin nə giriş, nə də nəticə hissəsində bu məlumat verilməyibdir. Əsas hissəyə aiddir ultra səslər çıxarması. B bəndi. Yarasalar cücüləri, zərər vericiləri ovlayırlar. Bəli, biz bu məlumata həm giriş, həm əsas, həm də nəticə hissədə rast gəlirik. Deməli, deyir ki, girişdə gecələr uçub xırda cücüləri ovlayırlar. Sonra əsas hissədə deməli deyir ki,
Əgər cücüdürsə, üstünə cumub onu elə havada uça-uça tutur. Nəticə hissəsində isə deyir ki, yarasa meşə və kənd təsərrüfatı zərərvericilərini məhv etdiyi üçün xeyirli heyvan sayılır. Göründüyü kimi, həm giriş, həm əsas, həm də nəticə hissəsində yarasaların zərərverici cücülərlə qidalanmasından, onları tutmasından söhbət gedir. C bəndi, alimlər yarasalarla bağlı təcrübə aparıblar əsas hissəyə aiddir. Yarasalar havada səssiz, səmirsiz hərlənir və bu da təbii ki, nəticə hissəsində verilməmişdir. Deməli, sualımızın düzgün cavabı B bəndi olacaq. Altından xətt çəkilmiş cümlədən mətnin məzmunu ilə ziddiyyət təşkil edən sözü müəyyən edib cavab kağızına yazın. Deməli, altından xətt çəkilmiş cümləmiz buna görə də yarasaların işi xüsusilə zərərlidir cümləsidir. Biz mətnin birinci abzasını oxumadan təbii ki, buradakı yanlış ifadəni müəyyən edə bilmərik. Deməli, yarasalar cücü yeyən heyvanlardır. Xalq arasında onlara gecə quşu da deyirlər. Gündüzlər onlar plaşa bənzəyən enli qanatlarına bürünüb, oyuqlarda, taxtapuşlarda, qaranlıq yerlərdə başı aşağı asılır. Gecələr isə uçub xırda cücüləri ovlayırlar. Onlar tez-tez qanat çalaraq havada səssiz-səmirsiz hərlənirlər. Bu vaxt quşların çoxu yatmış olur. Bir çox zərərverici cücülər isə məhz gecələr uçuşurlar. Buna görə də yarasaların işi xüsusilə zərərlidir, yox, xeyirlidir, faydalıdır. Deməli, burada nə dedi? Yarasalar cücü yeyən heyvanlardır. Eyni zamanda deyir ki, gecələrsə uçub xırda cücüləri ovlayırlar. Sonra bu vaxt deyir, quşların çoxu yatmış olur. Nə uçur? Xırda cücülər, zərər verən cücülər. Bir çox zərərverici cücülər isə məhz gecələr uçurlar. Deməli, bu zərərverici cücüləri yarasalar ovladıqlarına görə onların işi xüsusilə zərərli yox, faydalı olmalıdır. Deməli, biz zərərli sözünü və ya zərərlidir sözünü cavab kağızına yazmalıydıq.